Əllamə Təbətəbai deyirdi ki, insanın imanını və dini təcrübəsini başqalarına göstərməyə ehtiyacı yoxdur. Əgər insan Allah üçün yaşayıb əməl edirsə, zahiri görünüşün sosial təsirindən asılı deyil. Yəni insan münasibətlərində öz dinini gizlətmək, əgər məqsəd təhlükəsizlik və rahatlıqdırsa, heç bir günah və əksilik yaratmır. Çünki zahiri ifadə həmişə risk daşıyır və insanların qərəzli münasibətinə səbəb ola bilər. Əllamə Təbətəbai deyirdi ki, elmi və dini təcrübə insanın öz qəlbində formalaşmalıdır. Mən kitab yazarkən, öyrədərkən belə niyyətim yalnız həqiqəti çatdırmaq idi. Ayətullah Behçət ağa deyirdi ki, biz öz məzhəbimizi və yolumuzu fəxr üçün nümayiş etdirmirik. Biz yalnız haqq yolu göstəririk. Əməlimiz və niyyətimiz Allah qarşısında məsuliyyət daşıyır, başqalarının gözü üçün deyil. Ayətullah Behçət ağa haqqında nəql olunur ki, dərs deyərkən belə adını nümayiş etdirməyi istəməzdi. Hətta böyük təzyiqlərdən sonra razı olmasına baxmayaraq, illərlə fiqhi sualların dərzini çap etdirməməyi seçmişdi. Deməli, alimlər heç vaxt mən fəxr edirəm deyib nümayiş etməyiblər. Bu barədə Əllamə Təbətəbai yazırdı ki, insan əgər mən bu məzhəbə aidəm deyərək başqalarını aşağılayırsa, bu əslində ruhani inkişafın əksidir. Ruhani inkişaf insanın özünü başqaları ilə müqayisə etmədən Allahın qarşısında təvazö ilə mövqeyini bilməkdən ibarətdir. Şəhid Mürtəza Mütəhərri qeyd edirdi ki, xarici nümayiş qüruru İslam əxlaqına ziddir. Bəli, insan öz məzhəbi ilə qürur duymalıdır. Lakin məntiqi bilik, əxlaq və əməllə nümayiş olunmalıdır. Lakin diqqət yetirilməli məsələ bu haqqı inkar etmək deyil. Sadəcə başqalarının dini yanlış anlamalarının qarşısını almaqdır. Əgər insan dinini gizlədirsə, çünki səhv addımı İslam adına yozulacaqsa, bu hikmətli bir davranışdır. İrfan alimləri deyir ki, məqsəd həmişə dinə və dinin dəyərlərinə zərər gəlməməsidir. Əllamə Təbətəbai deyirdi ki, başqalarını etiqadlarına görə damğalamaq, kafir demək və yersiz ixtilaf yaratmaq qəti qadağandır. Ümumiyyətlə haqqı iddia etmək insanın əzmini göstərir, amma başqalarını təhqir etməyə haqq vermir. Ayətullah Behçət ağa tez-tez öz tələbələrinə xatırladırdı ki, insan öz məzhəbinə görə qürur duya bilər, amma bunu başqalarının təhqiri ilə nümayiş etdirməməlidir. Tehran və Qumda müşahidə etdiyi debatlarda görmüşdü ki, təcrübəsiz gənclər qüruru səhv kanallara yönəldir. Nəticədə həm özlərini, həm də məzhəblərini zədələyirlər. Əllamə Təbətəbai insanın daxili haqqında belə bir xətt çəkir. İnsanın daxili aləmi qarışıq olduqda onun ifadəsi də qarışıq olur. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insanlar eyni dili danışsalar da eyni şeyi başa düşməzlər. Çünki hər insanın idraç səviyyəsi fərqlidir. Yəni insan danışır, amma qarşı tərəf onun dediyini öz səviyyəsində anlayır. Söz eyni olaraq qalır, amma məna dəyişir. Buna görə də irfan insanı başqasını dəyişməyə yox, özünü aydınlaşdırmağa çağırır. Çünki insan özünü aydınlaşdıranda həm düzgün ifadə etməyi öyrənir, həm də hər kəsin onu anlamasının vacib olmadığını anlayır.